Hoş gördük, hoş gördük. Necəsiz, nə var, nə yox, yaxşı olasınız. Qarabağ Futbol Klubundan sizə şad xəbər var. Qarabağ Futbol Klubunun deməli İspaniyalı oyuncusu Johnny Montiel evlilik təklifi edibdi. Bəli, evlilik təklifi edibdi. Dostlar, bu paylaşımı bəyənin. Bu hər bir şərt bilsin ki, Qarabağın oyuncusu, İspaniyalı oyuncusu evlilik təklifi edibdi öz sevgilisinə. Sevgilisinin adıdır Carlota xanım da, belə deyək də, Carlota xanım, nəsə familiya, soyadı yadında qalmadı. Deməli, təsəvvür edin ki, fotolarında görürsünüz da, fotoları da bunlardır. Deməli, bir-birlərinə yaraşırlar, Allah xoşbəxt eləsin, yanlardan olsunlar. Carlota xanım öz Instagram səhifəsində paylaşıbdır Carlota ki, yəni Montiel'lə mən əbədi bir yerdə olacam şərh yazıbdır. Bax, belə fotolarının altında şərh yazıbdır. Deməli, fikirlərinizi bildirin. Yəni, bizim bu Qarabağ Futbol Klubu gör necə gənclərimizi xoşbəxtliyə doğru aparır. Yəni, öz oyuncularını xoşbəxtliyə doğru aparır. Düzdür, indi o İspaniyalıdır, biz Azərbaycanlıyıq. Elə bir ki, o da Qarabağlıdır, belə deyək də. İspaniyadan gəlib Qarabağlı olubdur da, belə deyək də. Eşq olsun Qarabağ Futbol Klubuna. Bir də bir söz deyim ki, Qarabağ Futbol Klubu bu Atletico Madrid Bilbao ilə oyununda Atletico Bilbao uduzacaqdır, məğlub olacaqdır, Qarabağın qələbəsi olacaqdır. İstədiyiniz kimi, yəni mən dediyim olur, dedim Kopenhagen'dən qələbəsi olacaqdır, dedim Benfica ilə oyununda 2-2 olacaqdır. O ola bilsin Qarabağ nəsə birdən coşar, 3-cü qolu vurar. Həqiqətən 3-cü qolu vurmuşdur. Mən bunu demişəm, paylaşımında var, yəni təsdiqini də tapdı. Eşq olsun Qarabağ Futbol Klubuna, Qurbanov müəllimi də salamlayıram. Var ol, həmişə bax belə Qarabağ Futbol Klubunun baş məşqçisi olaraq belə gözəl nəfərdəkdə dünya səviyyəli bir klub elədin, komanda elədin, təbrik edirəm, uğurların bol olsun, Qurban müəllim. Johnny Montiel'i də təbrik edirəm bir daha ki, bu Qarabağa gəldin. Qarabağla da müqaviləsi 2 + 2 illik belə müqaviləsi var da, belə deyək də. Uğurları bol olsun Qarabağla birlikdə, yəni Qarabağ Futbol Klubunda daha da möhtəşəm oyunları olsun. Carlota xanımla evlənsin, çox gəlsinlər, Azərbaycanda evlənsinlər. Belə Azərbaycan övladı yetişdirsinlər. İspan olandan olar ki, belə deyək də, gəlsin elə Azərbaycanda evlənsinlər. Biz də paylaşarıq ki, Johnny Montiel Qarabağın oyuncusu, belə deyək də, Azərbaycanda toy elədi. Eşq olsun bir daha, təbrik edirik, uğurlar. Carlota xanım, sevginizdə sadiq olun.